Kvadratın və düzbucaqlının sahəsi. Burada da ən sondan başlayaq sualları izah eləməyə. Burada ancaq düzbucaqları izah eləyəcəyik. Birinci baxın düzbucaqlara. Görək nətər işləyirik bunu. Deyək, düzbucaqlının bir tərəfinin uzunluğu 6 cm-dir. Bax, düzbucaqlıdır tutaq ki, bir tərəfin uzunluğu 6-dır. Sahəsi də 36-dan kiçikdir. Digər tərəfi bilmirəm, x-dir. Sahəsi də deyir 36-dan kiçikdir. Santimetrləndir. Burada fikir verin. Desimetr, santimetr ola bilər. Ehtiyatlı olun. Sahəsi 36-dan kiçik. Sahəsi nə qədərdir bunun? 6x-dir. 36-dan kiçikdir. Kiçikdir 36. X də kiçik nədən? Altdan. Tərəflər də müsbət ədəd olduğu üçün onlar deməli altdan balaca müsbət ədədlərdir cavablar. Sadəcə olaraq tam ədəd deyir. Hansı tam ədədlər ola bilər altdan kiçik? 1, 2, 3, 4, 5 tam ədədlər olur. Onun mümkün qiymətlərini yazın. 1, 2, 3, 4, 5. Belə. Bunu birinci deməli hazırdır. Birinci hazırdır. Sonra sayarıq. Deməli belə. Gəldik bura. Deməli tərəfi 0,5 olan kvadratlar var. Balaca kvadratlar var. Belə kvadratlar var. Balaca kvadratlardır. Çoxlu. Aha. Balaca kvadratlardır. Aha. Belə kvadratlarla bax belə bir düzbucaqlı almaq istəyirik. Aha. Düzbucaqlı. Görəsən bu kvadratdan neçə dənə olmalıdır ki, tərəfi 25 və 30 cm düzbucaqlı alınsın. Birinci gəl düzbucaqlının sahəsi hesablayaq. Düzbucaqlının sahəsi n vur uzunluqdur. 25 vuraq 30'dur. Aha. Bəs görəsən bir kvadratın sahəsi nə qədərdir? Bir dənə kvadratın sahəsi də 0,5 vur 0,5, 2'də 1 vur 2'də 1 eləyir nə? 4'də 1. Ümumiyyətlə yadda saxla. Burada içəri neçə kvadrat yerləşdiyini tapmaq istəyirsənsə, bütöv sahəni bir dənə kvadratın sahəsinə böləndə tapa bilərsən. Bir də deyirəm, burada içəridə neçə dənə kvadrat yerləşib onu bilmək istəyirsənsə, bütöv sahəni bir kvadratın sahəsinə bölməlisən ki, o kvadratdan görək neçə dənə lazımdır ki, bu sahəni tam versin. Ona görə 25 vur 30'u bölük 4'də 1'ə, onda 25 vur 30 vuraq 4, o da eləyir 3000. Deməli 3000 dənə lazımdır ki, bu kvadratdan deməli nə olsun? Biz həmin bu düzbucaqlını hazırlaya bilək. Aha. Bu da hazırdır. Bu da hazırdır. Gələk bura. Bunun hamısını işləməyəcəm. Bir dənəsini işləyirəm. Qalanı da siz həll eləyərsiniz. Gəl belə eləyək. Deməli, baxırıq bu birinciyə. A deyir 4'dür. Aha, A 4'dür. B 6'dır. C də 4'dür. Onda buranın hamısı nə qədərdir? 10'dur. Opsiya A, B, C, D'nin sahəsini tapmaq istənsə, A, B, C, D'nin sahəsi 4 vur. 4 vuraq 10. Eləyir 40 A, B, C, D'nin sahəsi. A, B, Y, F'in sahəsini soruşursansa 16'dır. Burada 4'dür qarşı tərəf. F, Y, C, D'nin sahəsini soruşursansa 6 vur 4 neçədir? 24'dür. Deməli A, B, Y, F 16'dır. Aha, bu cavab düzdür. F, Y, C, D 24'dür. Bu da düzdür. A, B, C, D 40. O cavab burada yoxdur. Birinciyə deməli A ilə B uyğun gəldi. Sonra da o birisləri ədədləri qoyub siz elə hər 3 dənə 1, 2, 3 sahə hesablayıb onlardan cavabı seçəsiniz. Deməli biz bunu da həll eləmiş olduq. Aha. Gəldik bura. Deməli 21'ə. 21'də görək nə deyir? Deyir düzbucaqlı var. Aha, düzbucaqlıdır. Diagonalları arasındakı bucaq deməli 30 dərəcədir. Düzbucaqlının diagonallarının ikisinin də uzunluğu eynidir. Biri D-dirsə, o birisi də nədir? D-dir. Onda sahəsi olur. Diagonal vur aradakı bucaq sinusu bölünsün 2. Ümumiyyətlə bütün dörtbucaqlılarda, qabarıq bütün dörtbucaqlılarda diagonal vur aradakı bucağın sinusu bölü 2'dir sahə. Burada da diagonallar bərabər deyə D vuraq D, vur sinus 30 bölü 2 ilə sahəni tapırıq. Olur D kvadratı bölək 4. Sahəni tapdıq. İndi tərəf A və B isə sahə eyni zamanda nə olur? AB olmuş olur. İndi bunun perimetri neçədir? 24. Əgər perimetr bütün tərəflərinin cəmi 24 isə, onda A ilə B-nin cəmi 12 olar. A ilə B-nin cəmi nədir? 12'dir.
Belə. İndi nə etmək olar burada? Nə etmək olar? Bu AB-ni də görürük. Hər tərəfi kvadrata yüksəldək. Onda olur A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB bərabərdir 144. Niyə kvadrata yüksəltdim? AB-ni də almaqdan ötürü. Həmçinin bura D-dirsə, biz bilirik Pifagor teoreminə görə A kvadrat üstə gəl B kvadrat bərabər D kvadrat eləyirdi. A kvadrat üstə gəl B kvadrat nəyə bərabərdir? D kvadrata bərabərdir. A kvadrat üstə B kvadratın yerinə mən D kvadrat yazıram. D kvadrat üstə gəl 2AB bərabərdir 144. Gəl burada belə eləyək. D kvadrat böl 4 S-ə bərabər deyil. Onda D kvadrat bərabərdir 4 vur S. Bura 4S yazıram. AB S deyil. AB yine S qoyuram bura. Onda olur 2S. Bərabərdir 144. 6S 144 ise S də 144'ü 6'ya böləndə dərsən eləyir 24. Bu da düzbucaqlığın sahəsini soruşurdu. S soruşurdu. S 24'dür. Çox çətin bir sualdır. Yəni bunu gərək bir 2-3 dəfə sən həll eləyəsən. 2-3 dəfə izah eləyə həll eləyəsən ki, bu alınsın. Aha. Belə. Bilmədinsə təzdən geri verərsən, hissə-hissə həll edirsən. Hal-hazırda gördüyümüz kimi 1, 2, 3, 4 dənə sual həll eləmişik. Gəldik bura. Bu da çox məşhur blok sualımızdır. BK ilə B-yi bərabərdir, eynidir. Məsələn, BK-ya bir tutaq ki, M desəm, onda B-yə də elə M-dir. B-yə də M-dir. Sonra ABC DY üçbucağının sahəsi 196'dır. BCDY düzbucaqlısının sahəsi 196'dır. BCDY düzbucaqlısını görürəm. BCDY düzbucaqlısını görürəm. Sahəsi neçədir? 196. BCDY'nin sahəsi 196'dırsa, BCDY'nin sahəsi 196, onu belə tapa bilərik. M vuraq uzunluq. Eni M'dir. M. Uzunluğu da BC olsun. N uzunluq. Uzunluq da BC-dir. Düzdür? N uzunluq BC-ni götürürəm. BC-nin burayla üçbucaqla əlaqəsi var ona görə. Deməli, sahə N vuraq uzunluq. M vuraq BC bərabər nəyə? 196-ya. Bunu bildik. Bu qalsın. Bir də düzbucaqlı üçbucaqda katet AB-dir. Katetdən də hündürlük çəkilib. M AB katetinin proyeksiyasıdır. Bir də deyirəm M AB katetinin proyeksiyası. Onda belə bir düstur var. AB katetinin kvadratı bərabərdir. Proyeksiya vuraq bütöv hipotenuz, yəni BC. Bir də deyirəm, deməli, AB katetinin proyeksiyası M-dir. Onda A90'dan hündürlük çəkiləndə belə bir düstur var idi. Katetin kvadratı bərabərdir. Proyeksiya vuraq bütöv hipotenuz. M vur BC AB kvadratına bərabərdir. M vur BC burada 196 bərabərdir. Onda AB kvadratı 196 ise AB də 14'dür. Çox gözəl. Bunu da həll elədik. Hal-hazırda görürəm ki 1, 2, 3, 4, 5 dənə sual həll eləmişik. Keçək deməli 18-ci suala. 18 YF 9'dur. Aha, YF 9'dur. YD kök altda 117'dir. Mən heç bilmirəm nə soruşur bura. Bir dənə M deyirəm. M başlayıram bunu tapmağa. Pifagora görə deməli YF-də üçbucağında katet hipotenuz. M kvadrat üstə gəl 81 bərabərdir 117. M kvadrat bərabərdir. Demək 117'dən 81 çıxanda nə qədər eləyir? 6, 11'dən 8, 36. M də 6 oldu. Bura 6 oldu. Bura 6 oldu. Aha. 6 oldu. Bax, bilirəm ki, bura düzbucaqlıdır. Bilirəm ki, bura düzbucaqlıdır. Burada 90'dır. Burada 6'dır. Burada 6'dır. İndi düzbucaq təpəsindən çəkilən hündürlükdə deməli, bax, belə bir şey çəkim sizin üçün. Baba. Aha. Bura olsun B. Bura olsun hündürlüğün ayağı Y. Bura A. Burada C. Aha. İndi B'ye kvadratı yəni 6'nın kvadratı bərabərdir A'ya vuraq Y'si. Bir də B'ye kvadratı bərabərdir A'ya vuraq Y'si. Bildikdə hündürlüğün kvadratı bərabərdir proyeksiyaların hasili. 6'nın kvadratı A'ya vur Y'si. Yəni 36 bərabərdir A'ya vuraq Y'si. İndi gəlin burada biraz bəzi texnikalar eləyək.
Bir də 2 dənə hündürlük çəkilibsə düz bucaqlıda belə diaqonalın biri o tərəfindən, biri bu tərəfindən çəkilibsə, bu hissələr bir-birinə bərabərdir, üst bucaq bərabərliyindən. Bu hissə x isə bu hissə də həmişə x olur. Deməli AY-nin yerinə x yazıram. YS olur, YS. 9 üstə gəl x. İstə x. Bunların da hasili 36-dır. X-in yerinə neçə yazsaq 36 verir. X-in yerinə yoxlamaqla görərsən 3 yazanda deməli 3 vuraq 12 36 verir. X 3-dür. X oldu neçə? 3. Onda düz bucaqlının bu diaqonalı bildin bura 9, bura 3 ise burada 3'tür. Opşi bütöv diaqonal oldu 15. Opşi diaqonal hamısı oldu neçə? 15. Hündürlük də görürsünüz ki, çəkilib 6. Üçbucağın sahəsi 6 vuraq 15 böl 2. Yəni 45 eləyir üçbucağın sahəsi. Onda bu üçbucağın sahəsi də 45'dir. 45 də gəl 45. Elədi neçə? 90. Düzbucaqlının sahəsi tapıldı. Çox mükəmməl bir sual hazırlayıblar həqiqətən də şagirdlər üçün. Deməli bu da hazır oldu. Bu da hazır oldu. Baxaq görək neçədən sual elədi. Deməli 1, 2, 3, 4, 5, 6'dan sual hazırdır. Keçək bura. Keçək bura. Deməli bayaqlarım dedik ki, hündürlüklər çəkilən bir-birinə bərabər olur. Düzbucaq təpəsindən bu tərəf x isə bu tərəf də x olur. İndi burada həmin düsturu hesablayaq. Hündürlüyün kvadratı, yəni 8'in kvadratı bərabərdir x vuraq m-dən s-yə qədər olan məsafə. X vuraq m-dən s-yə qədər olan məsafə 12 plus nədir? X-dir. Görəsən 8'in kvadratı 64'dir. X-in yerinə neçə yazsaq? Cavab 64'dir. X-in yerinə 4 yazsaq 4 vuraq 12 plus 4 16 64'ü verəcək. X deməli 4'dür. Bura 4'dür. Burada 4'dür. İndi bayaq gördüyümüz texnika ilə bunun hamısına qədərdir? 4, 4, 12. 4, 4, 12. Yəni 4 ilə 4, 8, 12, 20. Bütöv diaqonal 20'dir. Üçbucağın sahəsi nətər tapırıq? Hündürlük, görürsünüz də, hündürlük vuraq oturacaq böl 2. 8 vuraq 20 böl 2 80 elədi. Bu üçbucağın sahəsi 80'dır. Onda bu üçbucağın da sahəsi 80'dır. Onda 80 üstə gəl 80'dan düzbucaqlının sahəsi 160 oldu. Belə. Bunu da həll eləmiş olduq. Aha, keçək növbəti suala. Gəldik bura. Deyir ki, KSD bucağı, KSD, S-dəki bucaq. KSD, S-dəki bucaq alfadır. KBS, KBS, B-dəki bucaq. KBS, B-dəki bucaq da alfadır. Biz bilib bunun hamısı 90'dır. Onda bura nə olur? 90 çıx alfa. Bura alfa, bura 90 çıx alfası avtomatik buradakı bucaq 90'dır. Çox gözəl bir texnikadır. KS'miz 12'dir. BK'mız 9'dur. Pifagora görə 9, 12 bura 15 eləyəcək. 9'un kvadratı, 12'in kvadratı, A'nın kvadratı bura 15 oldu. Sonra perimetr də 40'dır. Perimetr 40'dırsa enlə uzunluğun cəmi 20 olmalıdır. En üstə gəl uzunluq perimetrin yarısıdır da, en üstə gəl uzunluq 20'dir. 20 olmaq üçün deməli bura 5'dir. Düzbucaqlının sahəsi də 5 vur 15'dən 75 eləyir. Çox gözəl sualdır. Aha. 2 dənə də sual buradan öyrəndik. Gəldik bura. Yenə burada bir düzbucaqlı sualı var. Düzbucaqlı sualı. 4, 3, bura 90 dərəcədir. Pifagora görə AY 5'dir. İndi bura ilə buranı biz birləşdirsək. Deməli AYB üçbucağı alınıb. Görək nələr var əlimizdə. BK 2SY'dir. SY əgər M desək, aparaq yazaq M, onda BK olur 2 vur M. Gördün mü? 2 vur M. Onda üçbucağın sahəsi nədir? AYB üçbucağının sahəsi nədir? AYB üçbucağının sahəsi nədir? Tərəf vuraq, hündürlük böl 2. 5 vur 2M böl 2. Cavab 5M elədi. Üçbucağın sahəsi 5M'dir. Onda biz bilirik ki, deməli, paralelogramların, yəni düzbucaqlıdır, rombdur, kvadratdır. Bunların içində belə ki, üçbucaq əmələ gəlir. Daha tərəfə oturursa, bu aşağısı bax tərəfi tutur. Bu hissə də yuxarı tərəfdədirsə, bax təpədə yuxarı tərəfdədirsə, buranın sahəsi S-dirsə, bütöv dördbucaq 2 dənə ondan çoxdur. Onda AYB üçbucağı 5M-dirsə, onda düzbucaqlı hamısı 2'yə vurulur. Olur düzbucaqlının sahəsi 10M. 10M. Eyni zamanda bura 3 plus M-dir. Düzbucaqlının sahəsini belə də tapa bilərik. M vuraq uzunluq, yəni 4 vuraq 3 plus M. Aha.
düzbucaqlığın sahəsini tapdıq. En vuraq uzunluq. Eyni zamanda biz bildik ki, düzbucaqlığın sahəsi